Hər vaxtınız xeyir. Vaşinqtonda Amerikanın Səsinin televiziya studiyasında mən Bəxtiyar Zamanovam. Bugün Dünyaya Baxışda izləyəcəksiniz. Müsəlman qardaşlardan dini lideri həbs edilib. Kürdlərlə Əl-Qaida arasında döyüşlər nəticəsində 10 minlərlə Suriyalı İraqa qaçıb. Obama ailəsi ikinci itə sahib olub. Misir rəsmilərinin Müsəlman Qardaşları qrupunun dini lideri Məhəmməd Badini həbs etməsi ordu ilə Mursi tərəfdarları arasında baş verən qarşıdurmalardan sonra etirazları daha da qızışdırıb. 70 yaşlı Badi səhər tezdən Qahirənin şərq bölgəsində məhəllədə saxlanılıb. Bu məhəllə həftələrdir Mursi tərəfdarlarının yeni hökumətə qarşı nümayişlərinə səhnə olub. Cənab Badi Müsəlman qardaşlardan həbs edilən digər liderləri ilə birlikdə avqust ayının 25-də məhkəmə qarşısına çıxarılacaq. Rəsmilər onları Mursinin devrilməsindən əvvəl iyun ayında baş qərargahlarının yaxınlığında ölümlə nəticələnən zorakılıqlara fitva verməkdə ittiham edirlər. Suriyanın şimalında Kürd döyüşçüləri ilə Əl-Qaida ilə bağlı üsyançılar arasında gedən döyüşlərin başlanması 10 minlərlə insanın qonşu İraqa köçməsinə səbəb olub. Böyük Britaniyada qərargahlanan Suriya İnsan Haqlarını Müşahidə Qrupu Ras Əl-Ayan şəhəri yaxınlığında bir neçə kənddə döyüşlər getdiyini deyib. Türkiyə sərhədi yaxınlığındakı bu ərazidə Kürdlər məskunlaşıb. 2 milyona yaxın qaçqın Suriyanı tərk edib. Onların əksəriyyəti Livan, İordaniya və Türkiyəyə üst tutub. İran ali dini liderinin baş müşaviri bildirib ki, Tehran nüvə fəaliyyətini dayandırmayacaq, amma yüksək tonlu ritorikasını yumuşaldacaq. Ayətullah Əli Xamneyinin nüvə proqramı və digər önəmli məsələlər üzrə baş müşaviri Əli Əkbər Vilayəti Associated Press xəbər agentliyinə bildirib ki, Həsən Ruhaninin İranın yeni prezidenti seçilməsi Qərbi ilə daha yaxşı əlaqələrin yaranmasına imkan yaradacaq. Birləşmiş Ştatlar və onun müttəfiqləri Tehranın beynəlxalq nüvə müfəttişlərinə nüvə obyektlərində yoxlamaya icazə vermədikdən sonra neft və bank sektoru da daxil olmaqla ölkənin iqtisadiyyatına sanksiya tətbiq ediblər. Qərb İranın nüvə silahı proqramı inkişaf etdirdiyinə inanır. Tehran uran zənginləşdirmə proqramının dinc mahiyyət daşıdığına iddia edir. Vilayəti deyib ki, İran zənginləşdirmə proqramını 2003-cü ildə olduğu kimi bir daha dayandırmayacaq. Vilayəti ABŞ və digər qərb ölkələrinin İranla münasibətlərdə necə yanaşma barədə fikir bildirməyib. Ancaq o bildirib ki, Tehran Prezident Mahmud Əhməd-Necadın hakimiyyəti dövründən fərqli olaraq yeni seçilmiş prezident dönəmində məsələlərə daha diplomatik tərzdə yanaşacaq. Pakistan məhkəməsi sabiq hərbi lider Pərviz Müşərrəfə qarşı 2007-ci ildə müxalifət lideri və sabiq baş nazir Benəzir Bhuttonun qətli ilə əlaqəsi olma ittihamı irəli sürüb. Ravalpindi məhkəməsi cənab Müşərrəfi qətl, cinayət və konspirasiyada təqsirləndirib. Prokuror o zaman prezident vəzifəsini icra edən cənab Müşərrəfin xanım Bhuttonu müdafiə edə bilmədiyini və onun Ravalpindidə keçirilən siyasi yürüşdə öldürüldüyünü deyib. Cənab Müşərrəf ona qarşı ittihamları rədd edir və proses avqustun 27-sinədək təxirə salınır. Pakistan tarixdə ilk dəfə olaraq sabiq ordu rəhbəri cinayətdə ittiham edir. Cənab Müşərrəf 2008-ci ildə hakimiyyətdən getdikdən və 4 il xaricdə yaşadıqdan sonra bu ilin əvvəli Pakistana qayıdıb. O siyasi fəaliyyətini bərpa edəcəyini deyib. Lakin onun parlament seçkilərində iştirak etməsinə qadağa qoyulub və indi o bir neçə cinayətdə təqsirli bilinir. Ağ Evin yaydığı məlumata görə Obama ailəsi ikinci itə sahib olub. Adı Sunny olan bu it Portuqaliya su iti cinsindəndir. Bu evin əvvəlki iti Bonun cinsi ilə demək olar ki, eynidir. Ağ Ev bildirib ki, ailədə allergiya olduğundan bu cins it Obama ailəsi üçün daha yaxşıdır. Sunny bir il əvvəl Michiganda dünyaya gəlib və Ağ Evə avqustun 19-da gəlib. Günün mühüm xəbərləri və reportajlarını habelə bloqlarımızı Amerikanın Səsinin web səhifəsində izləyə bilərsiniz. Ünvanımız 3w.amerikanınsesi.org-dur. Vaşinqtondan Amerikanın Səsinin televiziya studiyasından mən Bəxtiyar Zamanov sizinlə xudahafizləşirəm. Salamat qalın.